Selamünaleyküm əziz və hörmətli izləyicilərim. Allahın xeyir bərəkəti sizin, ailənizin və sevdiklərinizin, o cümlədən dövlətimizin, vətənimizin üzərinə olsun. Hörmətli izləyicilərim, son günlər bu Ramiz Mehdi məsələsi ilə əlaqədar yaman hakü qalxıbdır. Deyək də, ara elə qızışıb ki, bir-birlərinə də deyib deməyən qoymurlar. Yəni hər şeyin bir ədəbi var da. Bu qədər ədəbsizlik bu millətə hardan gəldi? Ay millət, sən o qədərmi qanın pozuqdur ki, bu bizim pozulmağımızı istəyən, bu millətin əxlaq və mənəviyyətini çürütmək istəyənlərə belə tez təslim oldunuz siz, ha? Niyə bir-birinizə ağlınıza gələni deyirsiniz? Allahdan da qorxmursunuzmu? Allah Teala demirmi ki, kim mənim hər hansı bir qulumun eybinin üstünü örtərsə, bir eybinin üstünü örtərsə, mən o adamın 10 eybinin üstünü örtərəm axirət günündə. Siz niyə axı bu kitabsız, hesabsız, niyə işlər görürsünüz? Niyə bir-birinizdən elə davranırsınız? Niyə bir-birinizə bir kinli, küdurətli, müsəlman olmayan insanlar kimi bir-birinizdən davranırsınız? İllah da bizim bu müxalifət düşərgəsində bu daha özünü bariz şəkildə göstərir. Rəhmətli Elçi bəyin vaxtında hərəkata rəhbərlik eləyən vaxtında mən 89-90-cı illəri nəzərdə tutub deyirəm. 90, 91, 92-ci illərdə xalq bir yumruq idi, hamı bir idi. Sən demə, hikkəli adamlar, iddialı adamlar giriblər Elçi bəyin yan yörəsində fırlanırlar, fürsət düşən kimi özlərinə bir nəsə bir şeylər eləməyə. Və elədilər də. Hərə özünə bir partiya qurdu. O cür bir olan xalqı parçaladınız, qoydunuz. Bu parçalanmanı bugünkü günə qədər davam edirsiniz. Ay filankəs belə dedi, ay o birisi elə dedi. Mən indi konkret ad niyə çəkmirəm? Yəni o deyir, görünən kəndə nə bələdçi? Elçi bəyə xəyanət eləyib, hərə bir partiya qurdu. Kimlər qurdu? Bilirsiniz də. Bu siyasətçilər bugünkü günə qədər bu xalqı birləşməyə qoymurlar. Hərə öz iddiasını, öz həqiqətə, haqqa, kitaba uyğun olmayan fəlsəfəsini, iddiasını ortaya qoyur. Nətər o dinimizdə var, sələfilər və xariclər, cəfərilər, sünnülər, şiyələr, nə bilim kinlər, multanlar, o bu. Hər özünü haqlı bilir ha. Amma hamısı da yanlışdır. Çünki insan oğlunun bir dənə kitabı var. Allah da o kitabda ona necə itaət və ibadət etməyin lazım olduğunu kitabda göstərib və bir-birindən insanların necə davranmağını kitabda göstərib. Allah'a inanmayan, Allah'a asi kəsilən insanlarla Allah'a inanan insanın necə davranmalı olduğunu da o kitabda göstərib. Hətta savaşlarda belə müsəlman özünü necə aparmalı olduğunu onu da göstərib. Burada yeni bir şey yoxdur. Bizim Türk babalarımız, əcdadımız döyüşlərdə Hz. Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm necə əmr etmişdirsə, o cürdə ona qədər ki, bizim əcdadlarımız elə davranmışdılar. İndi bugün siz başlamışsınız, siz hansı milləti, hansı zümrəni təmsil edirsiniz, aydın deyil. Əgər türksünüzsə, ayıbdır. Eləməyin belə şeylər. Müsəlmansınızsa, daha ayıbdır. Çünki qeybətə bərabər işlər edirsiniz. O da öz ölmüş qardaşının ətini yeməyə bərabər bir şeydir. Əl çəkin də belə şeylərdən də, qardaş, əl çəkin. Bu milləti nə qədər siz parçalayacaqsınız? Niyə bu milləti bir yerdə bir cür düşünməyə qoymursunuz? Niyə? Nə vaxta qədər? Onu da deyim. Bugün bizim tavrımız nədir? Millət olaraq, xalq olaraq bu ərazidə yaşayanlar, yəni milli mənsubiyyətindən asılı olmayaraq, dinindən asılı olmayaraq mən hamıya aid edirəm bunu. Bu coğrafiyada yaşayan insanların buradan yoxa çıxması üçün
dəridən, qabıqdan çıxan zümrələrin, mərkəzlərin oyunlarına gəlibsiz və davam edirsiniz. Çünki əcdadınızın sizə qoyduğu mirasdan imtina edibsiniz. Əcdadımız necə yaşamışdısa, onları bizə miras olaraq adladıblar. Amma Rusların işğalı ilə siz düşmənlərin dərmanına su tökürsünüz və elədiyiniz hərəkətlər də gecə tezi həqiqətən bu xalqda böyük bir tənəzzülün əmələ gəlməsinə səbəb olacaq. Mən bir dəfə çıxışlarımda demişəm, heç bir partiya sədri o birisi partiya sədrinin təklifini qəbul eləmir. Hamı özünü iddialı sayır ki, yox, mən düz deyirəm. Sizin heç biriniz düz demirsiniz. Az çox düz danışan Mir Mahmud Mirəlioğlu ilə Sərdar Cəlaloğludur. Bunlar bu partiya sədrləri kimi bunlardan doğru söz həmişə söyləyirlər. Doğru söz söyləyirlər. Sərdar müəllim, mən fürsətdən istifadə edib sizə demək istəyirəm. O bir sayt var, aparıcının adı Mahirdir. O oğlan sizi həmişə provokasiyaya cəlb eləmək istəyir. Maşallah sizin məharətiniz görünür. Həmişə ustalıqla cavabını verirsiniz. Amma valla Hazreti Peyğəmbərə özünüz də bilirsiniz, maşallah məndən yaxşı bilirsiniz Quranı, tarixi, siyasəti və ilaxır və s. Sadəcə olaraq xatırladıram sizə ki, Allah Peyğəmbərimizə demirdimi ki, əgər gördün ki, səndən uyğun olmayan mübahisələri filanları eləyirlər, arxanı döndər, çıx get, aralaş, uzaqlaş onlardan. Siz də elə, niyə şey deyirsiniz? Hər dəfə bu adamla, baxıram Sərdar Cəlaloğlu, kim aparır oyla söhbəti? Mahir. Onu da başdan ayağa provokasiya, belə bir xüsusi öyrədiblər. Elə jurnalizm olur, ay Mahir, ay qardaş. Sən kimə qulluq edirsən, hansı məhzəbə? Sərdar bəy kimi adama provokasyon suallar verirsən. Onu orada efirdə biabırım eləməksən, yoxsa növbəti bir mövzu üçün onu çaşdırıb ağzından nəsə bir sözün çıxmağını mı istəyirsən sən? Mən valla siyasətçi deyiləm, tarixçi deyiləm. Mən bir dəfə dedim evdə. Mən sadəcə fəhri olmuşam ömrü boyu. Az çox mühəndisəm. Mən özümə, öz ixtisasıma uyğun da mühəndisliyim var az çox. Amma mən də bu xalqın nümayəndəsiyəm. Mən də ürəyim ağrıyır, vicdanım sızlayır. Xalqımın bu yetişən övladlarını belə görəndə olmaz axır belə. Siyasi partiyalar sıfır. Adama soruşanları 2-3 bir tək xalqı, qardaş o qədər 50'ye yaxın partiya var. Hər 5 nəfər, 10 nəfər qovma əqrabasının yanına düzüb olubdu partiya sədri. Hə, yaxşı, bu partiyabazlar nə olacaq? Neçə illərdir Elçi bəydən sonra mövcud olan partiyalar var. Musavat da var. Nə bilim, var da var. Nə deyim? Klasik Xalq Cəbhəsi həmişə avangard üzvdə olan partiya olubdu. Açıq fikirlər söyləyir. Demokrat Partiyası Sərdar Cəlaloğlu'nun təmsil etdiyi partiya. Nizami Cəfərov var. O da çox gözəl xalqın xeyrinə olan sözlər söyləyir. Hansı partiyadır bilmirəm. Hər neysə. Bu Azərbaycan adlı coğrafiyada yaşayan insanların bu coğrafiyada yox eləmək üçün səbəblər var. Hər səbəbdən istifadə edirlər. Xəstəlik yaymaqla, dərmanlar keyfiyyətsiz, dərmanlarla insanları müalicə edib öldürmək, əxlaqı pozmaq, tərbiyəni pozmaq, cəmiyyət getdikcə kriminallaşsın, bir-birini öldürsün, namus üstündə, çörək üstündə, var dövlət üstündə, hər nə üstündə, bu ölkədə sakitlik olmasın. Pozsunlar, sonra da lağ eləsinlər ki, Nizami yazırdı, neçə əsr bundan qabaq, Füzuli yazırdı, nə oldu? Siz hara döndünüz? Nə oldu bu xalq?
O dereceye çatdırmayın da qardaş. Ay millət. Biraz ağıllı olun, biraz imanlı olun. Allah'a tabi olun. Allah'a, pula, paraya, vara, dövlətə, əxlaqsızlığa, namussuzluğa yox. Çox adamlar deyirlər nə qədər vaxtı bu Azərbaycan televiziyalarından. Bir dənə dövlət qurumu barmağını tərpədib bir tədbir görmür. O cümlədən Milli Məclis. O Milli Məclis qardaş hansı millətin məclisidir mən bilmirəm, amma onu bilirəm ki Oğuz nəslinin təmsilçiləri deyirlər. Deyirlər, bizdən deyirlər. Nə danışa bilirlər Azərbaycan dilindən, Azərbaycan türk dilində nə danışa bilmirlər, nə cümlə qura bilmirlər. Kişilər sığallı sərçə kimi, arvadlardan Madonna kimi orada bəzənib düzənib otururlar. Özlərinə uyğun qərarlar utanıb yerə girmirsiniz da ki, siz maaşınızı qaldırırsınız 5.000-dən filandan yuxarı millət 200 manat, 300 manat, 400 manat maaş alır. Bir-iki dənə şirkətdə 10 nəfərə 3.000, 5.000 maaş verirlər deyə elə bilirsiniz ki, bütün millət o gündədirmi? Bu millətə əzab bilin, bax bilin, mən sizə xatırladıram. Yerlərdə, göydə, hər yerdə, bilib bilmədiyimiz hər yerdə nə varsa onun sahibi Allah'tır. Yazır ki, mülkün sahibi Allah'tır. Allah hər şeyi nəzarət edir. Allah hər şeyi görür, bilir, eşidir. Elədiyiniz haqsızlıqlar, elədiyiniz yanlışlıqlar, bilə-bilə ya bilməyə-bilməyə bu millətin zərərinə olan qərarlar qəbul eləməyiniz, bu milləti alçaldıcı hərəkətlər, tavırlar göstərməyini mən şübhəsiz bütün vəkillərə aid eləmirəm. Xalq üçün də çalışanlar, xalq üçün də düşünənlər var. Amma o birisi qismi var. Allah'a inanmayanlarsınız. Siz Allah'a inanmırsınız. Yalandan Allah deməklə olmur. Allah'a inanan adam Allah'ın qoyduğu qayda qanuna tabi olar, Allah'ın dediği kimi yaşayar. Allah'ın dediği kimi hər kəsə, o cümlədən düşmənlə də Allah'ın dediği kimi, tələb elədiyi kimi münasibət göstərər. Hamınız bar bağırırsınız ki, Ermənistanla bir sülh oca yetişir bugün sabah. Ki, Kur'an-ı Kerim'de Məhəmməd surəsində ayət var. Allah Teala deyir ki, siz qələbəyə bu qədər yaxın olduğunuz halda düşmənə sülh təklif etməyin. Bunu deyən, bunu bir ölkə başçısına, prezidentə çatdıran adam yoxdur. Niye siz onu kitabdan filandan məhrum edirsiniz, uzaq tutursunuz? Eğer Allah'ın dediğini yerdekiler eləməsə, vallahi Allah qisas alacaq. Allah cəzalandıracaq. Allah qisas alanların ən xeyirlisidir. Etməyin belə şey. Siz bu əhalini, cəmaatı bu qədər bu tənəzzülə niyə aparırsınız axı? Niyə Ruslar elədikləri cinayətləri deməyə cürətiniz çatmır? Çünki Rusiyanı təmsil edirsiniz də. Rusiyanın sayəsində oturubsuz orada. Hamınızın da biznesi Rusiyada. 10 dənə mağazin, 2 dənə restoran, o birisi bu birisi. Rus da bilir ki, nəyə çox meyliniz var. Hansı yolla sizi əlində saxlaya bilər. Rusdan ötürü heç də vacib deyil. Qoşun yeritsin bura. İçəridə qoşun var. Bizdən olan qoşun, bizdən olanlardan təşkil olunmuş gizli qoşunu var Rusların. Bunu da dövlətin aidiyyatı qurumları tapıb ortaya çıxarmalıdır. 30 ildir bu Turan, Türkistan əmələ gəlmir. Niyə? Bizdə də müəyyən qədər adam var Əngəltörədən, Orta Asiya Respublikalarında var, Türkiyədə də var. Hər yerdə var bunlar. Bunlardan bir təmizlənin də. Xalq Allah'ın mülküdür. Xalqın sahibi Allah'tır. Bu ölkədə, yerin altında, üstündə nə varsa da Allah Teala bu xalqa görə verib. Vaxtilə bizim əcdadlarımız Allah'ın istədiyi kimi qulluq elədiyi üçün, mən xırdalamıram. Bilmək istəyənlər götürsünlər, zəhmət çəksinlər, kitablar oxusunlar, tapsınlar, ortaya çıxarsınlar. Yoxsa Allah bizim qara qaşımıza, qara gözümüzə aşıq olub 11 iqlim quşağının 9'unu bizə verməyib ki. Əcdadımız ona Allah'ın istədiyi kimi qulluq eləyib, xidmət göstərib. Onun da müqabilində Allah Teala bu coğrafyanı bizə verib. Biz də nə? Biz də bir-birimizi didməklə məşğuluq, bir-birimizə iftiralar atmaqla məşğuluq. Görürsünüz, Səlcuqlunu Fars yıxdı, Farsın qoşunu mu var idi? Görürsünüz necə
ağıllı variant elədi. Şah İsmail kimi birisini, erməni qanı olan birisini getirdilər, çıxartdılar hakimiyyətə, dəstək verdilər Farslar və Səlcuqu yıxdı, qoydu böyür üstə. Hakimiyyəti Səfəvilər dövləti, Səfəvilər qurulandan sonra Səfəvilərin sonuna qədər, indi 100 il idi, 200 ildir bilmirəm, Nadir Şaha qədər Səfəvilər Türk hakimiyyətini, Türk cizgisini orada yox etdilər. Alttan gizli işlər gördülər. Bizimkiler de ne? Biri erməni aldı, sustu. Biri Farsla evlendi, sustu. Biri Rusla evlendi, sustu. Biri Yahudi ile evlendi, sustu. Ama bu boyda Türk dövlətləri nətər yıxılıbdı. Elə Moğol imperiyasını götürün Babur Şah. Oğlu axırda belə deyək də səhv eləmirəmsə Əhbər Şah. Hint kızından aldı. Hint kızından oldu oğlan. Adını koydular Aranza. Bu gelip vakti gelip taxta oturanda bütün o dövləti dağıttı, məhv elədi. Eyni ilə də hər yerdə görürük də bunu. Hele Osmanlı'da hele olmadı mı? Ermənidən, Palyakdan, o birisindən, bu birisindən, Yahudidən əmələ gəlib ortaya çıxan şahlar, padşahlar, sultanlar hərəsi bir balaca bu boyda bir zərərli iş elədi dövlətin əleyhinə. Dövlət də Allah qoyacaq mı? Qoymayacaq. Yıxıldı da. Mülk, hava yerə demirəm, Allahındır. Yer üzərində qurulan dövlətlərin hamısına Allahın xəbəri var. Allah izin verməz. Dövlətlər ağıllarına gələn kimi cəmaatla rəftar eləsinlər. Allahın qoyduğu ilahi nizami var. Onu pozmağa Allah Teala heç imkan verməz. İstəyir Amerika olsun, istəyir Rusya olsun, istəyir Çar Rusiyası olsun, istəyir sultanlar olsun, kim olur olsun, fərq eləmir. Geci tezi yıkılacaq. Geci tezi Allah Teala yıkacaq. Geci tezi Allah Teala bu milletin içindən çıxıb bu millete qarşı işləyənləri də Allah yıkacaq. Göre gəlirsiniz. Göre gəlirsiniz. Allah Heydər Əliyevə rəhmət eləsin. Qəni rəhmət eləsin. Çoxları onun bostanına çox daş atır. Mən nə o tərəfdənəm, nə o ilə qohumluğum var, nə bir şey, nə atam da anam da çoxdan rəhmətə gediblər. Mən də ələnib, xəlbirim göydə fırlanır. Yəqin ki, mənim də vaxtım çatacaq bu yaxınlarda. Yəqin gedəcəm o birisi dünyaya. Mən indidən sonra hiçbir şeyin iddiasında deyirəm. Amma yadınızda saxlayın. Bir milləti zəlil etmək üçün Allahın o millətə verdiyi rəhbərlərə milletin içindən düşmənçilik eləyənlər yetiştirir, bu millət istəməyənlər. O da Qabil oğullarıdır. Başında durur Çibanın başı Qabil oğullarıdır. Onların da en sadık nökərləri ermənilərdir. En sadık nökərləri ermənilər və Vatikandır. Vatikanın da en sadık nökəri Rus Pravoslav Kilsəsidir. Ukrayna ile Rusya arasında gedən müharibə elə bilirsiniz ki, elə doğrudan da elə deyilən kimidir. Xeyr, Ukraynanın Pravoslav Kilsəsi Rus Pravoslav Kilsəsindən ayrıldı. Deyil, özünü sərbəst elan elədi. Ruslar dəli oldular. Hele her şey de ondan başladı. Ne diyeyim? Hazreti Nuh Aleyhisselam Allah'a deyir ki, ya Rabbi, məndən sonra yani insanlıq batdı, məhv oldu, getdi. Bir de məndən olan gəmidəkilər, biz de hamımız imanlı insanlarıq. İndi deyirsən ki, insanlar bizden çok olacaklar yer üzerinde. Biz o çok olan insanların içinde de kafirler, sana aşık olanlar olacak mı? Allah diyor olacak. Ha, olacak. Nuh belə fikirləşir, deyir ki, ya Rabbim, onu da senden xahiş edirəm, yalvarıram. Mən din alimi deyiləm, yani bildiğim kimi deyirəm. Olabilir belə yanlış deyirəm, doğrusunu Allah bilir. Nuh Aleyhisselam deyir ki, ya Rabbi, ne olar? Onları suyla bir de odla imtihan eləmə. Allah Teala deyir ki, yaxşı, eləmərəm. Deyir, bəs onlar günah işləyəcəklərsə, sən onları nətər cəzalandıracaqsan? Deyir ki, mən onları birbirine qırdıracağım. Birbirine kırdıracağım. Ne kadar kafir var, gece tezi hamısı birbirine kırılacak. Kıracaklar birbirini. Allah'a inanmayıp Allah'ın hükümlerini tananlar, inkar edenler de hel olacak. Ve Allah'ın hükümlerini bile bile, Allah'ın koyduğu kanunları bile bile pozanlar, kitabın gösterdiği kimi yaşamayanlar,
Əşi, madəmən ilanın min yaşasın şeyi ilə, fəlsəfəsi ilə yaşayanlar. Bax, deyirəm, xatırladıramsa, səhv eləmirəmsə, Əl-Maidə surəsinin 51-52-sidir, yoxsa Ərəf surəsinin 51. Hər nəsə də orada belə bir ayət var. Allah Teala deyir ki, ey möminlər, qorxun o gündən ki, mən kafirlər üçün hazırladığım bəla göydən yerə enəndə sizdən yan keçməsin. Susqunluğunuz üzündən. Yəni Allahın dediyi kimi yaşamırsınız. Allahın dediyi kimi möminlik eləmirsiniz. Başımı yerə qoydum, duamı elədim və səlam. Allah özü bilər. Bax onda Allah sənə niyə əl qol verib yaradıb? Allah özü bilər, özü deyir axı. Allah deyir, bəli, mən bilər, istəsəm deyir, siz də mən deyir, yer üzündə nizam yaradaram. Amma deyir, onda sizdə axirət gündə sizdən imtihanı çox sərt şəkildə götürərəm. Sizə mərhəmət olunmaz. Mən düzdür, ucundan başladım, ucuzluğuna getdim. Mənim hazırlığım yoxdur, əziz izləyicilərim. Yəni mən başqaları kimi oturum, nə bilim, güzgünün qabağında yazım pozum, onu bir iki dəfə, üç dəfə oxuyum. Oradan lazım olmayan sözləri çıxarım, belə eləyim, elə eləyim. Elə şey yoxdur. Həm də nə vaxtım yoxdur, sözün düzü. Sağlamlığım da əl vermir. Elə bir balaca özümü yaxşı hiss eləyəndə necə deyərlər, kükrüyürəm. Allah hamımıza can sağlığı versin. Allah Teala öz dinindən ona inananları ayırmasın. Bir şeydə xatırlatmaq istəyirəm, əziz izləyicilərim. Baxın, fizikada belə bir qanun var. Fizikada, kimyada. Maddələri təşkil edən molekullar var. Molekulları da təşkil edən atomlardır. Atomu da təşkil edən nələrdir? Onun ətrafındakı nüvəsi və nüvənin ətrafında fırlanan elektron təbəqəsi. Əgər hər hansı bir maddənin elektron təbəqəsindən bir dənə elektron oradan çıxarılarsa, götürülərsə, o maddənin fiziki və kimyəvi tərkibi dəyişir. Əlavə olunarsa da yenə fiziki və kimyəvi tərkibi dəyişir. Bu ilahi nizamdır, bu qanundur. İnsanlar da, cəmiyyət də belədir. Qardaş, hər hansı bir insanı məhv eləmək üçün onu ailəsindən ayır, onun mədəniyyətindən ayır, onu keçmişindən ayır, bu insan olacaq xuqarı. Ambarajur kimi bir şey. Nə qədər Rusiyaya gedib, Rusiyada evlənib qalanlar var, onların uşaqları. İndi kimdir? Hərəsi bir Rus familiyası götürüb, Rusla evlənib, Ruslaşıb gediblər. Azərbaycandan, eyni ilə də Gürcülərlə, eyni ilə də digər millətlərlə. Türk olmayan, müsəlman olmayanla evlənib kökümüz itir. Başqa bir misalla sizə bunu izah edeyim. Tutaq ki, bir cır alma var. Cır almanı yeyəndə yaxşıdır, keyfiyyətlidir, faydalıdır. Yoxsa həmən cır almanı kəsib oraya yaxşı bir sinab alma, əhməd, qızıl əhməd zat çalıyırsan, bitir, onun meyvəsi daha faydalı və daha xeyirlidir. Qardaş, siz də zatınızı, kökünüzü erməni ilə calamayın. Bu vaxta qədər olub bəsdir. Dala qaydın. Ağlınızı başınıza yaxın. Ya düzgün Allah'ın dediği kimi yaşayacağıq hamımızla, hamımızla. Tarix səhnəsində qalacaq qiyamətə qədər və Böyük Türkistanın bir hissəsi olacaq və yaxud da ki, Türkistan adında hiçbir şey olmayacaq. Elə biz dağılıb çıxıb gedəcəyik. Artım yox, bir şey yox. Olanlar da hamısı, başı olanlar ölkədən qaçır gedir. Bu da bir siyasətdir də. Boşaltmağın bir siyasətidir. Başlı insanlar gedir kənara. Orada hər cür şərait yaradırlar. Onlar öz beyin məhsullarını orada qoyur, varlanır, eləyir, ailə qurur filan, vətəndaşlıq qəbul edir. Onların da uşaqları olur oranın vətəndaşı. O dildə danışır, o dildə düşünür, o dildə vəlaxır və səhər fəaliyyətini göstərir. Oca getdi. Getdi. Nəsil itir. Ay baş bilənlər, ay bu ölkəni idarə edənlər, ay bu cəmi insanlara sahib çıxanlar, sahib çıxın. Belə olmaz. Vallahi Allah sizdən bunu tələb edəcək geci tezi. Cavab verməli olacaqsınız. Siz elə gəl ki, cavab verməyin. Vallahi cavab verəcəksiniz. Allah Teala hiçbir şey elə belə bırakmır. Məndən bu qədər. Allah'a emanet olun. Allah Teala dövlətimizin qulluğunda duran hər kəsi
imanlı, ağıllı, cəsarətli, cəsur, çalışqan, bacarıqlı, başarılı eləsin. Sağ olun və rəhmətullah və bərəkatuhu.